Hər vaxtınız xeyir futbol izləyiciləri. Bugün sizinlə 8-ci buraxılışda yenə də üz-üzə gəlirik. Məndən sol tərəfdə Rüfət, məndən sağ tərəfdə isə Fərid əyləşib. Qaydalarla tanışsınızsa, biz də sizinlə tanış olaq. Buyur başla Rüfət sən. Mən Yusuf Rüfət, Yamadaz keçirəm. 22 yaşım var. Rəqəmə arzular edirəm. Pulum Bunlar var. arzulayırsan rəqəm. Bəli. Fərid səni tanıyaq. Mən Fərid Vəliyev. Mən Fərid Vəliyev, 26 yaşım var. Juventus azarkeşiyəm. Mən də eyni ilə rəqibimə uğurlar arzulayıram. Bura həmçinin həm birinci əyləməyə gəlmişik. Görək. Çempionlar Liqasında məğlubiyyətin əvəzini çıxa bilərsən Real Madridə qarşı. Finalında məğlub olduqları. Hazırsınızsa biz başlayaq. Başlayaq. Ronaldinho hansı klubdan Barcelona'ya transfer olunub? Buyur. PSG-dən. Bəli, doğru cavabdır. Keçirik ikinci suala. Osman Dembele PSG-dən öncə Fransada hansı klubda çıxış edib? Buyur Fərid. Ren, Bəli, doğru cavabdır. Keçid alırıq üçüncü suala. Kvisa Kvaratskhelia Rusiya çempionatında bu klublardan hansında çıxış edib? Buyur Rüfət. Rubində. Bəli, Rubin və Krasnodar variantları var idi. Dördüncü sual. Azərbaycan çempionatında 6 fərqli klubla çempion olmuş futbolumuzun professoru kimdir? Qurban Qurbanov yoxsa Mahmud Qurbanov? Mahmud Qurban. Bəli, doğru cavabdır Mahmud Qurbanov idi. Keçirik 5-ci suala. 2005-ci ildə keçirilən Qızıl oyunda çempionatımızda hansı klub çempion olmuşdu? Xəzər Lənkəran yoxsa Neftçi? Buyur Fərid. Xəzər Lənkəran. Xeyr, Neftçi çempion olmuşdu. Keçirik 6-cı suala. İspaniya La Liqasında hal-hazırda sonuncu pillədə qərarlaşan klub hansıdır? Buyur Rüfət. Valladolid. Bəli, doğru cavabdır. İngiltərə Premyer Liqasının cari mövsüm bombardiri kimdir? Buyur Rüfət. Məhəmməd Salah. Bəli, doğru cavabdır. Keçirik 8-ci suala. 1999-2000-ci illərdə La Liqa çempionu bu klublardan hansı olub? Buyur Fərid. 2000-ci ildə çempion Deportivo La Coruña. Bəli, variantlarda Valencia və Deportivo var idi və doğru cavabdır. 9-cu sual. Bir zamanlar Real Sociedad klubunda Nihat Kahveci ilə tandem yaratmış bu Serb futbolçu. Stankovic yoxsa Kovačević? Kovačević. Bəli, doğru cavabdır Rüfət. Keçirik 10-cu suala. Jose Mourinho bu İngilis klubunu çalışdırmayıb. Everton yoxsa Tottenham? Buyur Fərid. Everton. Bəli, doğru cavabdır. 10 sualdan sonra 6-2 hesabı ilə Rüfət hələ ki irəlidəsən. Fərid bir qədər toparlanman lazımdır. Keçirik 11-ci suala. Van Persie Arsenal klubuna bu klubdan transfer olmuşdu. PSV yoxsa Feyenoord? Buyur Fərid. PSV. Yox, Feyenoorddan keçib Van Persie Arsenala. 12-ci sual. Arsenal 2006-cı il Çempionlar Liqasının finalında hansı kluba məğlub olmuşdu? Buyur Rüfət. Arsenal. Barcelona. Bəli, Barcelona idi. 13-cü sual. Məhəmməd Salah bu klubda forma geyinməyib. Fiorentina yoxsa Lazio? Lazio. Bəli, doğru cavabdır Fərid. Keçirik 14-cü suala. 2011-2012 mövsümündə hansı futbolçunun son saniyə qolu Manchester City-yə Agüero. bəli, çempionluq gətirdiydi sual Agüero'nun qolu. 15-ci sual. Iker Casillas karyerasına hansı klubda son qoydu? Porto. Bəli, Porto idi doğru cavab. 16-cı sual. Leroy Sané hansı klubdan Manchester City-yə yollanmışdı? Schalke-dən. Bəli, Schalke doğru cavabdır. 17-ci suala keçirəm mən. 1999-cu ildə keçirilən Azərbaycan-Portuqaliya oyununda millimizi önə keçirən qolun müəllifi kim idi? Vaqif Çavdov. Yox, 99-cu ildən söhbət gedirdi. Zaur Tağzadənin Vitor Baya'ya vurduğu qolu yada salmalı idin. 18-ci sual. Qarabağ Avrokuboklarda bu Polşa klubunu məğlub edə bilməyib. Legia yoxsa Rakov? Buyur Fərid. Legia. Rakov məğlub eləyib. Yox, əksinə Legianı 3-0 məğlub etmişdi. Rakov məğlub edə bilmədi Çempionlar Liqasının təsnifatında. 19-cu sual. Aubameyang bu klublardan hansında oynamayıb? Monaco yoxsa Lorient? Buyur Fərid. Lorient. Bəli, doğru cavabdır. Və son variantlı sualı səsləndirirəm mən. Michael Essien hansı klubumuzda forma geyinib? Sabahiylə. Bəli, doğru cavabdır. Və mən 20 sualı səsləndirdim. 11-1 hesabı ilə hələ ki Rüfət rəqibini məğlub edirsən. Fərid, biraz həyəcan var sanki. Əslində bu məsələdə bir balaca gecikmə var reflekslərdə. Rüfət, çox bəzi sualların cəhd cavabı məsələdə. bilsəm də. İndi artıq elə bir mərhələdəyik ki, bir sualın cavabı 2 xaldır və səhv düzə aparmır. Yəni burada xalları bərabərləşdirə bilərsən. 21-ci sual. Qalatasaray, Beşiktaş və Fənərbağçanı çalışdırmış bu mütəxəssis
Bir mövsüm Xəzər Lənkəran klubunda da baş məşqçi kimi çalışıb. Michel Lucescu. Yox, səhv cavabdır. Fərid cavab varsa zəngi Beşiktaş, basa bilərsən. Galatasaray, Fenerbahçe. Həmçinin də Xəzər Lənkəran. Cavab yoxdursa, mən variant səsləyirəm. Mustafa Dənizlidən söhbət gedir. Real Madrid 2016-cı ildə Çempionlar Liqasında ilk oyunda bu Alman klubuna 2-0 məğlub olsa da, buyur Rüfət. Wolfsburg. Bəli, Ronaldo'nun hat-triki sayəsində cavab oyunda 3-0 qalib gələrək mərhələ adlamışdı. Schalke 04 klubunun adındakı 04 nə ifadə edir? Buyur Fərid. Yarandığı ilin Bəli, 1904-cü ildə yaranan quruluş ilinin simvolizə edir. 24-cü sual. İngiltərədə Merseyside derbisi hansı iki klub arasında oynanılır? Buyur Fərid. Liverpool və Everton. Bəli, doğru cavabdır. Keçirik növbəti suala. Juventusun 2006-cı ildə Calciopoli qalmaqalından sonra düşürüldüyü liqa hansıdır? Serie B. Bəli, Serie B-yə düşürülmüşdür. Növbəti sual. 2020-ci il Çempionlar Liqasının finalında vurulan yeganə qolun müəllifi. Kai Havertz. Yox, səhv cavabdır. 2021, 20. 2020-ci ildə Kingsley Coman. Bəli, Komanın qolu ilə Bavariya PSG-ni məğlub etmişdi. Və keçirik növbəti suala. Fatih Terim 2000-ci ildə UEFA kubokunu qazandıqdan sonra hansı İtaliya klubuna çalışdırdı? Fiorentina. Bəli, doğru cavabdır. Və sona 3 sual qaldır Fəth. Hələ ki 15-9 hesabı ilə rəqibini məğlub edirsən və 3 suala doğru cavab versən, Fərid hesabı bərabərləşdirə bilərsən. Keçirik növbəti suala. 2005-ci il Çempionlar Liqasının finalında Liverpoolun geri dönüşü hansı komandaya qarşı idi? Milan 3-0-dan 3-3. Bəli, doğru cavabdır. Keçirik növbəti suala. 2021-ci ildə Avropa çempionu olan İtaliya millisinin baş məşqçisi kim idi? Mancini. Bəli, doğru cavab idi. Və sonuncu sualı səsləndirirəm mən. Edwin van der Sar İngiltərədə Manchester United-dən başqa hansı klubda çıxış edib? Variant var. Səhv düz aparmır. Yoxdur. Versiyanızı deyə bilərsiniz, əgər varsa. Məsul. Cavab yoxdursa, mən doğru variantı açıqlayıram. Fulham klubuna Manchester United-ə transfer olunmuşdu. Və bizim oyunumuz başa çatdı. 17-11 hesabı ilə Rüfət rəqibini məğlub etdin. Nə demək istəyərdin? Qalib olaraq səndən başlayaq. Əslində suallar çox gözəldir. Həm əyləncəlidir, həm yəni bildiyimiz futboldandır. Rəqibimlə təbii ki, gözəl oyun nümayiş etdirdi mənə qarşı. Geri dönüş alınardı bəlkə. Əlbəttə ki, Real Madrid yəni bir klubdur ki, revanş oyununda belə yəni qalib olacaq ona görə. Fərid, sən nə demək istəyərdin? Mən əslində Real Madrid revanş oyununda Juventus'a məğlub olmuşdu, amma mən də rəqibimi təbrik edirəm qələbə münasibəti ilə. Juventus Real Madridi Çempionlar Liqasında ən çox məğlub edən klublardan biridir. Amma təbii ki, Realın böyüklüyünü unutmaq olmaz. Həmçinin də rəqibimin qalibliyin. Bura dəvətiniz üçün təşəkkür edirəm. Siz çox sağ olun ki, gəldiniz, iştirak etdiniz. Sağ olun.